Vaxtınız xeyir olsun. Mən İlqar Həsən. Mən bugün sizə keçən ilə bu il arasındakı statistik fərqlər, plan yerləri haqqında məlumat verəcəm. Yəni təxminən nə qədər plan yeri artırılacaq, bu haqqda məlumat verəcəm. Hansı ixtisas qrupunda artım müşahidə olunacaq, hansı ixtisaslarda enmə müşahidə olunacaq, bu haqqda fikirlərimi sizinlə bölüşəcəm. Daha sonra 5-ci ixtisas qrupu haqqında məlumat verəcəm. 150 ballıq ixtisaslar haqqında və hansı ki müsabiqə şərtlərini ödəyən bal limitləri haqqında və bir sıra imtahan tarixləri barəsində bu videoda məlumatlar verəcəm. Başlayaq ilk öncə statistik analizlərimizdən. Yəni bu illə keçən ilin müqayisəsinin haqqında məlumat verim. İlk öncə başlayaq birinci ixtisas qrupundan. Keçən il birinci ixtisas qrupunda 19.990 plan yeri var idi və blok imtahanına qeydiyyatdan keçənlərin sayı 2024-cü ildə 30.150 nəfər olmuşdu. 2025-ci ildə isə bu rəqəm 31.138 nəfərdir. Keçən illə bu ili müqayisə eləsək, arada 988 nəfər fərq var. Həmçinin keçən il birinci ixtisas qrupunda 19.990 plan yeri ayrılmışdı. Bu il mənim fikrimcə 21.000 və daha artıq plan yeri ayrıla bilər birinci ixtisas qrupunda. İndi isə ikinci ixtisas qrupu haqqında məlumat verək. İkinci ixtisas qrupunda keçən il 14.550 plan yeri ayrılmışdı. 2024-cü ildə yəni. 2024-cü ildə ikinci ixtisas qrupunda qeydiyyatdan keçənlərin sayı 23.957 nəfər idi. Bu il isə o rəqəm 25.962 nəfərdir. Yəni bu bir qədər böyük saydır. Keçən illə bu il fərq arası təxminən 2004-2005 yuvarlaq olaraq götürsək 2000 nəfər təşkil edir. Yəni 2000 burada fərq var. İkinci ixtisas qrupunda qeyd etdiyim kimi 14.550 plan yeri keçən il idi. Bu ildə təxminlərimə görə 500 plan yeri artımı nəzərdə tutsaq 15.000 belə yuvarlaq olaraq götürsək 15.000 təxminən nəzərdə tutulub. Üçüncü ixtisas qrupu haqqında məlumat verim. Üçüncü ixtisas qrupunda keçən il 15.459 plan yeri var idi. Yəni mən onu DTTC ayrıca deməyəcəm, bütöv şəkildə deyəcəm. Qeydiyyatdan keçənlərin sayı keçən il 25.146 nəfər idi. Bu il isə qeydiyyatdan keçənlərin sayı 28.275 nəfərdir. Bu keçən il ilə müqayisədə böyük bir saydır. Arada 3129 nəfər fərq var. Yəni təxminən 3130 nəfər belə. Və plan yeri isə keçən il qeyd etdiyim kimi 15.459 plan yeri var idi. Bu il isə təxminən o rəqəm, yəni 500 plan yeri götürsək 15.900 və yaxud 16.000 çatdırıla bilər. Bu mənim şəxsi hesablama apardığım plan yerlərdir. Dördüncü ixtisas qrupu haqqında məlumat verim ki, keçən il 3135 orada plan yeri var idi və qeydiyyatdan keçənlərin sayı 5930 nəfər idi. Bu il isə qeydiyyatdan keçənlərin sayı 6522 nəfərdir. Keçən ilə bu il müqayisəsində isə 593 nəfərin belə deyim artımı müşahidə olunur. Plan yeri haqqında da məlumat olaraq qeyd etmək olar ki, yəni təxminən 3135 plan yeri var idi keçən il. Bu il təxminlərimə görə 4500 və üzəri plan yeri artırıla bilər. 5-ci ixtisas qrupunda isə təbii ki, keçən il plan yeri 1584 plan yeri var idi. Bu il isə ümumilikdə yuvarlaq olaraq götürsək 3500, 4000 və üzəri plan yeri ayrıla bilər. Ümumilikdə bütün ixtisas qrupları üzrə plan yerlərin sayı 60-61 min gözlənilir artımı. Plan yerləri haqqında məlumat verdim. Yəni bu artımlar sizi qorxutmasın. Qeyd edim ki, yəni bu birinci blok imtahanına qeydiyyat edənlərin sayı məlum məsələ yüksəkdir. Bu o demək deyil ki, ballar hədsiz dərəcədə artacaq. Çünki
Yəni burada öz şansını yoxlamağa gedənlər, hazırlaşmayanlar da var təbii ki bu sayın içərisində. Yəni müəyyən kütlə ora daxildir. İndi isə çox sayda suallar gələn 5-ci ixtisas qrupu haqqında danışacağıq. 5-ci ixtisas qrupu haqqında qısaca olaraq məlumat verim ki, buradakı ixtisaslar qabiliyyət tələb edən ixtisaslardır. Təbii ki, qabiliyyət tələb etməyən ixtisaslar da var. Qabiliyyət tələb edən ixtisaslarda, yəni ümumilikdə hər hansı bir bal limiti yoxdur. Bəzən soruşurlar ki, riyaziyyatdan 10 balı keçməmişəm və yaxud da Azərbaycan dilindən. Yəni heç bir narahatçılıq yoxdur. 5-ci ixtisas qrupunda fənlər üzrə heç bir limit yoxdur. Siz sadəcə müəyyən bir orada keçid balı sistemin keçərək və qabiliyyətdən yüksək nəticə əldə edərək siz qəbul ola bilərsiniz. 5-ci ixtisas qrupunda qabiliyyət imtahanları haqqında məlumat olaraq qeyd edə bilərəm ki, burada əsasən imtahan nəticəsi 10 ballıq şkala ilə qiymətləndirilir. 6 bal və yuxarı bal toplayan abituriyentlər müvafiq ixtisas seçiminə buraxılırlar və təbii ki, idman növündən asılı olaraq imtahanlar 1 və ya 2 mərhələli şəkildə həyata keçirilir. Qeyd edeyim ki, 1-ci mərhələdən keçməyənlər 2-ci mərhələyə buraxılmır qabiliyyət imtahanlarını. Xüsusi qabiliyyət tələb edən ixtisasların qarşısında 2 ulduzla Dövlət İmtahan Mərkəzinin çap etdiyi jurnalda əks olunur bütün bunlar. Əsas bal deyil. Burada qabiliyyət imtahanı nəzərdə tutulur. Yəni, belə bir nümunə deyim ki, məsələn, 70 balı olan uşaq, tutalım ki, məşqçilikdən hər hansı bir ixtisas olsun. 70 balı olan uşaq qabiliyyətdən gedir 9-10 alır. 90 balı olan uşaq isə gedir qabiliyyətdən tutalım ki, 6-7 alır. Təbii ki, 70 balı olan qəbul olacaq. Yəni, təbii ki, orada nəzəri cəhətə daha çox yox, orada gücə, qabiliyyətə üstünlük verilir. Buna görə məhz qabiliyyətdən, yəni 2 ulduzlu ixtisasları, indi mən onları saymayacağım bir-bir, onlardan siz mütləq yüksək bal əldə etməlisiniz qabiliyyət imtahanına. Qabiliyyət imtahanlarına tarixi tam olaraq açıqlanmayıb, may ayın təxminən 2-ci yarısından etibarən başlayacaq, yəni təxminlərimə görə 15-29 may arası keçiriləcəkdir qabiliyyət imtahanlarına qeydiyyat. Bu müddət ərzində qeydiyyatdan keçə bilərsiniz. Gələk növbəti mərhələyə. Bundan sonra nə danışacaqdıq biz? A few moments later. 150 ballıq ixtisaslar haqqında məlumat verək. Birinci ixtisas qrupunda qeyd edeyim ki, 150 ballıq ixtisaslarda müsabiqə şərti budur ki, blokdan 50 balı keçib, buraxılış və blokun cəmi ümumi olaraq 150-ni keçərsə, 150 ballıq ixtisaslara müsabiqəsinə buraxılırsınız. Yox, əgər blokdan 100-ü keçib, ümumi balda 200-ü keçsəniz, bütün ixtisasların müsabiqəsinə buraxılırsınız. Amma bu, o demək deyil ki, bütün ixtisaslara siz qəbul ola bilərsiniz. Sadəcə onların müsabiqəsinə, yəni onları seçmək hüququna buraxılırsınız. Birinci ixtisas qrupunda yer alan bəzi 150 ballıq ixtisasların adlarını sayacağım. Meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimiya, yer quruluşu və daşınmaz əmlakın kadastrı və zon mühəndisliyi ixtisasıdır. Daha sonra ikinci ixtisas qrupunda yer alan 150 ballıq ixtisaslardan hansı ki, marketinq ixtisasıdır, biznesin idarə edilməsi ixtisasıdır, turizm bələdçiliyidir və turizm işinin təşkili ixtisasıdır. Üçüncü ixtisas qrupunda 150 ballıq ixtisaslara muzey, arxiv işi və abidələrin qorunması ixtisası, sosial iş, daha sonra TC alt qrupu üzrə regionşünaslıq ixtisası və dinşünaslıq, İslamşünaslıq ixtisasları da bura daxildir. Dördüncü ixtisas qrupunda 150 ballıq ixtisaslar ekologiya ixtisası, bağçılıq, baytarlıq təbabəti, bitki mühafizəsi, su biyo ehtiyatları ixtisasıdır ki, hansı ki bunlar 150 ballıqların siyahısına daxildir. İndi isə kollecdə bal limitləri haqqında danışaq. Kollecdə bal limitləri 11 illik üzrə Azərbaycan dili
10 bal, riyaziyyat 10 bal, xarici dildən isə hər hansı bir bal tələbi yoxdur. Keçərək siz müsabiqəyə, yəni ixtisas seçiminə buraxılırsınız. Qeyd edeyim ki, qabiliyyət tələb edən ixtisasların hər hansı bir fənn üzrə bal limiti yoxdur. 9 illik kollec üzrə bal limitləri. Azərbaycan dilindən 20, riyaziyyat 10 bal keçərək siz ixtisas seçiminə buraxılırsınız. Qeyd edeyim ki, qabiliyyət tələb edən ixtisaslarda hər hansı bir fənn üzrə limit yoxdur. İndi isə yeni yaradılan bir sıra ixtisaslar haqqında məlumat verəcəm. Hansı ki, bu il ali təhsilin bakalavr pilləsi üzrə bu il qəbul aparılacaq yeni ixtisaslar. Birinci ixtisas qrupundan data analitikası, bida texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, proqram təminatı mühəndisliyi və riyaziyyat və fizika müəllimliyidir. Qeyd edeyim ki, ERI alt qrupundan, yəni informatika alt qrupundan data analitikası, proqram təminatı mühəndisliyi, yəni orada 9 ixtisas var idi, hansı ki, informatika alt qrupu üzrə bu 2 ixtisas da əlavə olundu, ümumilikdə 11 ixtisas. Digər ixtisaslar isə ERK, yəni kimya alt qrupuna daxildir. Üçüncü ixtisas qrupunda xüsusi pedaqogika ixtisası yaradıldı. Suallar çox ünvanlanır ki, korreksiya edici təlim ləğv edildi. Xeyr, sadəcə onun əvəzinə bu ixtisas yaradıldı. Dördüncü ixtisas qrupunda isə qidalanma və diyetologiya ixtisası yaradıldı. İndi isə ixtisas qrupları üzrə hansı ixtisaslarda artım, hansı ixtisaslarda azalma ümumi şəkildə öz statistik analizlərimlə fikirlərimi sizinlə bölüşəcəm. Birinci ixtisas qrupunda, yəni müəyyən qədər bu il artım gözlənilir. Mən daha çox artımı ERI, yəni informatika alt qrupunda artımı gözləyirəm. Hansı ki, keçən ildə biz müşahidə etdik ki, ən yüksək bal Bakı Ali Neft Məktəbində qeydə alınmışdı. Yəni ümumilikdə mən ERI alt qrupu üzrə bu il artımların olacağını gözləyirəm. ERK alt qrupunda isə bu il bəzi ixtisaslarda enmə müşahidə olunacaq. Yəni mən bunu indidən sizə məlumat verə bilərəm ki, enəcək orada bəzi ixtisaslar. İkinci ixtisas qrupunda, sözüm ikinci ixtisas qrupunda hazırlaşan abituriyentlərə tədris ingilis dilində olan iqtisadiyyat, maliyyə, logistika ixtisaslarında mütləq və mütləq bloka çox yaxşı hazırlaşın. Çünki bu il onlarda artım gözlənilir tədris ingilis dilində olan ixtisaslarda. Üçüncü ixtisas qrupunda əsasən belə deyim, pedaqoji, yəni müəllimlik ixtisaslarında bir qədər artım gözlənilir. Açığı mən enmə bu il gözləmirəm orada. Həmçinin hüquqşünaslıqdır, ona demək olar ki, yaxındır. Artıq o, yəni o bazaya aiddir. Dördüncü ixtisas qrupunda məlumat verə bilərəm ki, bu il Qarabağ Universitetində tibb ixtisası yaradılacaq. Bu xüsusilə tibb universitetinə, daha doğrusu tibb ixtisasına hazırlaşan abituriyentlərə bir plusdur ki, yəni tibb yerlərinin açılması balların enməsinə şərait yaradacaqdır mütləq. Sayda suallar gəlir. Amma onunla bərabər olan stomatologiya ixtisasına açığı heç də gözləmirəm enəcəyini və digər ixtisaslar da, yəni fizioterapiyadır, tibbaçıdır, əczaçılıqdır və s. onlar da bir qism gözlənilir. Sanıram ki, bütün məlumatlarımı sizinlə bölüşə bildim. Hər birinizə uğurlar arzulayıram. Qeydiyyatdan keçən abituriyentlərin sayı sizi qorxutmasın. Yəni qeyd etdiyim kimi onların içərisində sadəcə könüllü, şansını yoxlamağa çalışan abituriyentlər çoxluq təşkil edir. Heç də o sayı aldanmayın. Yəni, yaxşı hazırlaşın, maksimum hazırlaşın, motivasiyadan düşməyin, kənardan gələn fikirləri aldanmayın. Bu il ballar belə qalxacaq, elə qalxacaq. Yox, onlara çox aldanmayın. Yəni, siz bloka maksimum səylə hazırlaşın. İnşallah hər birinizə uğurlar arzulayıram. İxtisas seçimi, sənəd qəbulları, qeydiyyat və digər təhsil məsələləri ilə bağlı mənim profildəki nömrəmlə əlaqə saxlaya bilərsiniz. Hər birinizə uğurlar arzulayıram.